Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Brilliant Dadaşova müğənni Samir Bağırovla küslü olma iddialarına cavab verib. Xəbər verilir ki, müğənni həmkarı ilə heç vaxt incikli olmadıqlarını bildirib. Brilliant Dadaşova küsülü nə vaxt? Heç xəbərimiz olmayıb deyə yazılan iddialara reaksiya verib. Müğənni Eldəniz Məmmədov Məcnun obrazını canlandırmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq dəvət almamasından narazılıq edib. Xəbər verilir ki, sənətçi bildirib ki, uzun illərdir bu rolu ifa etmək istədiyini açıq şəkildə dilə gətirsə də, müraciətlərə cavabsız qalıb. Onun sözlərinə görə yalnız çətin vokal əsərlərin ifası tələb olunduqda xatırlanır. Dəfələrlə müraciət etmişəm ki, Məcnun obrazını oynamaq istəyirəm. Çətin əsərlər olanda deyirlər, buyurun gəlin ifa edin. Halallar olsun, gedib oxumuşam, amma söhbət roldan gedəndə hər dəfə başqa səbəb göstərilir. Eldəniz Məmmədov qeyd edib ki, peşəkar musiqi təhsili var və bu sahədə çalışmaq istəyir. 96-cı ildə Musiqi Akademiyasının İslam Rızayevin sinifində bitirmişəm. Diplomumu evdə saxlamaq üçün almamışam. Təhsilim üzrə işləmək istəyirəm. Müğənni opera və balet teatrında da müraciətlər etdiyini bildirir. Onun sözlərinə görə müraciətlər zamanı bəzən yer olmadığı, bəzən isə başqa səbəblər göstərilib. Getmişəm, gah deyiblər yer yoxdur, gah da başqa bəhanələr gətiriblər. Axırıncı dəfə çağıracağıq dedilər, amma yenə xəbər çıxmadı. Məcnun deyə qalmışam.